Olarsa. Sen kendiniz edin. O iş telefonda. Ha. Orada nömrə yoxdur. Ha, okey. Bir daha vaxtınız xeyir olsun əziz Tula azarkeşləri, değerli Region Ligasının izləyiciləri. Məhz ikinci hissədə yenidən bir yerdəyik. Bir daha xatırladıram 6-cı tur çərçivəsində Ramana və Baris kollektivləri üzrədə görüşdə. Hesab 2-1'dir. Fasiləyin Baris komandası 2-1 hesabı önündə yollandı Ramana önündə. Görə ikinci hissədə nə izləyəcəyik? Yerdən comeback mi yoxsa üstünlüyü artacaq mı? Baris kollektivi hesab atsa da Ələliyev masa bərabərlik gətirmişdi. Və ilk dəqiqənin, daha doğrusu ilk hissənin son dəqiqəsinin Baris kollektivi, Baris komandası yenidən önə keçir görüşdə. Görək, ikinci 45 dəqiqədə bizi nələr gözləyir? Rafiq, Fərəz Vərzəliyev, Ramanın kapitana. Sol cinahda aşıdı topu. Əliyə doğru ötürmə. Səyid Muradov zərbə imkanı axtardı, önü bağladı. İndi bir ötürmə hissəyə keçmədi. Bala Rıza. Rıza Qədirli. Ön ola bilmədi. Meydan tərk etməyib, mübarizə davam edir. Balarısa qazanmaq istəyir Dalvalı Cəmlələr. Topu rəqibdən almaq mümkün olmadı. Balarısa araya girdi, bir qüvvətli ötürmə Əliyə doğru. Əli təzyiq etdi, topu qazandı. Kör nöqtədə bir qədər ayaq saxladı. Zərbə lazımdır. Alınmır. İsmail. Toplu İsmailzadə əmin epizodda topa çatmamışdı Fərəz. Muradov top ayağında saxlaya bilmədi. Əksəmli olacaq mübarizə adına. Muradov yenə pressing edirdi, qazanmaq istəyirdi. Alınmadı, zərbə çəkdi. Hesab arasındakı fərq bir qədər də artır. Baris kollektivi ikinci hissədə də bəqləməyə bacarır məsələ. Komanda 22 nömrəli oyuncusu topu torlara yolladı mübarizə adına. Bu mərkəzin yenidən start götürəcək. Üç bir. Hesab arasındakı fərq 2'ye yüksəlir. Qolun adı qolun müəllifi Rövşən olmuşdu. Məsələ bir daha qeyd edim. Barizin 22 nömrəli oyuncusu. Bir ara ötürmədə kənar vəziyyətdə yoxdur. Cəmlələr qapı qarşısına zərbə imkan vermədilər. İsmailzadə əmlə etmişdi, alınmadı və korner. Köşdən zərbəni işarə edir. Korner yerinə yetiriləcək. Həmçinin Ramana heyətində texniki zonada meydandan kənarda isimli hərəkətlər edən oyuncular var. Gələn dəqiqələrdə biz Ramana'dan əvəz etmələr, dəyişiklik izləyə bilərik. İmran rəqiblərindən öncə topa çatmağı bacardı. Bir qüvvətli ötürmə. Səyid Muradov. Rafiq. Fərəz Vərzəliyev. Fərəz. Silah Təsənağı ötürmə gözləyirdi. Məsələ indi onun ön istiqamətinə bir qədər ötürmə. Səlqəyə salınsa da Təsənağı topa çatmağı bacardı. Qapı qarşısını ötürmə. Qarşılıq mübarizə izləyir Əliyev. Orada ön ala bilmir. Reverədə etirazlar var. Amma
Yəni baş hakim əlinin ayağa qalxmasını istədi. Heç bir qayda pozuntusu yoxdur deyə də daha sonra qeyd etmişdi. Qapılan zərbə. Ziyab, Rəşad Cəbiyev. Rəşad Heydərov. 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 Rəşad Cəbiyev. Toğrul İsmailzadə. Toğrul. Cəbri meydan sahası daxilindədir artıq. Qapı qarşısına ötürmə. Korner. İmran uzaqlaşdırdı. Yüksəli qazanıb top. İmranda qaldı. Roman heyətində vəziyyətmə. Başlayacaq Cavidan Şükürov meydan daxil olmağa hazırlaşır. Dəli zərbə. Qapının üzərindən vurdu. Balaqlan Əsənov. Kimi meydandan çıxaracaq, Cavidanı kimi yerinə. Meydana baxacaq. Bir neçə dəqiqə sonra bu sualın cavabını tapacaq. Orada Əsənağa yaxşı oynamışdı. Əsənağa. Turacov. Balarıza bir ara ötürməsi. Asma Bəraq havada. Kapitan Rəs Fərzəliyev komanda yoldaşlarına təzyiq presinqə səsləyir. Balarıza yenidən Ramana komandası. Bu qazanda oyundan kənar vəziyyəti yoxdur orada. Bəxtiyar Turacov topa çatmağa. Cəhd edirdi sürətli hesabına. Topa çatmağa nail oldu, amma rəqib sonunda müdaxilə edir və topu ağıta yollamağı bacardı. Altdan yan xətdən top oyuna daxil ediləcək. Turacov. Rəşad Cəbiyev. Toğrul düşündü, alamadı Balarıza. Toğrul. Balarıza qaydanı pozdu artıq rəqib. Onu keçirdi, qaydanı pozmaqla. Rəqibin qarşısını kəsir. Balarıza. Rəqibin qarşısını kəsir. İndi ara ötürməsi. Fərəz Fərzəliyev. Səid. Muradov. Sürətini irəlilədi. Rəqibi daha da çatır. Balarıza qədərlib.
İmran qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Müdafiədən çıxmalı çətinlik çəkən Barış kollektivi bu dəqiqələrdə hücumlardan kəsələrini bir qədər də artırırlar. Ramana komandası, amma nəticə hasil olurmu xeyr? Mirağa. Rafiq Həsənov. Məli Əliyev. Müdafiə geri qayıtdı. İndi zərbə sonunda. Yaxanın müdaxiləsi var idi və korner. Atarı oraya koydum o da sen narahat olma. Ya elim mermiye kalmışım. Aşırı geliyor. Topla oynamayak orada şu anda. Aşımlar olsun. Otur orada kişi var. Qapıdan zərbə Mirağa. Ötürmə ilə başladı Fərəz Vərzəliyev, kapitan. Həsən Ağadı. Bir qədər ayaq saxladı, rəqibində təzyiqi var. Fərəz. Həsən Ağa. Sol cənab boyunca irələdi. Alarıza Qədirli. Rəqibini yola saldı, indi səmti dəyişmək olar. Rafiq Həsənov. Mirağa. Əli. Tam etmək istədi alamadı Əli. Yenidən topu qazanmaq istəyir. Vallahi Rıza. Ara ötürməsi. Doğru İsmailzadə. Rəşid Cəbiyev. Şəkildə cinağı dəyişmək isə Rövşən İdarov. İdarov. Topu qazanmağı bacardı Rövşən. Sağ ayağına çəkdi. Ötürmək isə alınmır. Yüksəlik qazanıb Zəydi Muradov. Vallahi Rıza. Ola cəmlələr. Vallahi Rıza Qədirli. Sarı vərəqə görüşdü. Rəsmi xəbərdarlıq. İlk rəsmi xəbərdarlıq məsələ. Rıza Qədirliyə göstərilir. Burada 3 əvəz etmə birgə başlayacaq Balıqlı Həsənov. Rəşid Cəbiyev yanına çağırdı. Həmçinin Toğrul İsmailzadə və Bəxtiyar Turalcov. Meydan daxil olan oyuncular Cavidan Şükürov, Rəcəb Əlizadə və bir də Arzu Abbasov. Bu üç əvəz etmə, bu üç dəyişiklik komandaya necə təsir bağışlayacaq? Bir ara ötürməsi Əliyə doğru, Əli gövdəsi ilə orada. Əqni qarşısını kəsmiş, Əli bir qədər ayaq saxladı. Zərbə imkanı axtardı, zərbə və gol! Əli Əliyev yenəməz. Bəklənli oyuncudur. Gövdəsi ilə orada. Rəqibdən topu uğurladı. Zərbə indirib topu torlara yolladı. Komandasının və özünün ikinci qolu.
3-2 fərq minimuma indi. Ravana 2. Bariz 3. Hələ pozulmayıb, referi davam etdirdi. Standart vəziyyət olacaq. Təhlükəli bir nöqtədən. Ne şapkalı yeter mesela. Ya da hesabı açıktı. Stadyon açılıyor. Standartlı. Görüşdə artıq 60 dəqiqəni yerdə qoymuşuq. 61-ci dəqiqədə bitdi artıq. 8 hissəsi yerdə qaldı və hesab 3-2-dir. Məsudlar oyun izləyirik. Ötən dəqiqələr ərzində 5 gol qeydə alınıb. Mübariz kollektivi 3-2 hesabı ilə öndədir. Ramon önündə standart vəziyyət. Qapıya doğru zərbə, qapıcı yerindədir. Miraq Ağayev inanmış şəkildə qapısını qoruyur. Rövşən tərəf. Cavidan var. Məsələn, onun yön istiqamətində bir qədər qüvvətli ötürməkdir. Yəni, azından Cavidan üçün. Rəqib isə eski getmədən top meydandan çıxardı. Altdan top oyuna daxil edilir. Rövşən tərəf. Almaq istəyirdi. Səid Muradov. Rövşən görün. Necə sona qədər mübarizə aparır. Bu qazanır və daha sonra ona qarşı qayda pozuntusu. Həsən Ağa Balağıza qədərli. Vərəz Fərzəliyev, Cavidan, Əli, daha tez satır topa. Rövşən Tərov, tərmə qeyri dəqiqə alınmışdı. Əli, Cina dəyişili. Arzu Abbasova düşünsədir. Satmaq mümkün olmur. Səid Muradov. Fərəc. Orada toxunuş lazım idi. Arzuya doğru ötürmə. Yaxşı düşünmüşdü, ötürmə də yaxşı almışdı, amma Arzu toxuna bilmir.
Vars kollektivinin oyuncusuna sarı vərəq göstərildi. Cavidan zərbə! Əliliyev. Əli rəqiblə mübarizə aparır, aldı zəmlələr. İtirmədi topu. Rafiq Əsyanov. Rövşən İdərov. Mən kənarı vəziyyət yoxdur. Səid Muradov qapıqaşı ötürmə vermək istəyirdi, alamadı. Ura! Yaxşı da biraz həvəsləndə bir dənə qol lazımdır. Bir dənə qol bulsun düzəlir hər şey. Pərəz biraz artır, Pərəz biraz artır, bir dənə qol lazımdır. Rəcəb. Cavidan. Əliliyev. Burada Muradovla anlaşa bilmədi. Evlərini başa düşmədilər. Rıza qədirli təzyiq edirdi. Top meydana çıxardı bu təzyiqə. Dözməyib rəqib. Arada Cavidan Şükürov. Həkim etiraz edirdi. Sarı vərəq ona göstərildi. Bir qədər əvvəl meydana daxil olmuşdu. Sərt etiraza görə idi. Məsələ bu rəsmi xəbərdarlıq. Altın topu ilə daxil ediləcək Rövşən İdərov. Səid Muradova doğru rəqibində təzyiq var. Ziyatov meydandan çıxardı. Altın topu ilə yeni hərəkətli qazanmalıdır. Rəcəb. Alanı zaram edə bilmədi. Pərəz Vərzəliyev. Bir qədər gözlətdi. Sərgəs ötürmə alınsa da Həsən Ağa. Balarıza. İdərov.
Bir sarı vərəqə. Hocam. Verene verelim. Kendi elime ihtiyarı var. Zonçaya diyebilmeli ki fayda olsun. Faydan kodu cezalanır. Çok tanışılıyor. Hocam. Biraz aksınlar, biraz qabağa atsan. Yavru, ne deyəcək? Biz beraber bize səhv edeyik. Bu tarafa, Allah'a gedir. Rövşən Eydərov. Məsələ bir qədər və ona qarşı çoxluq edilmişdi və rəqmi 2 nömrəli onsuz sarı vərəqə gördü. Yeni bir əmrlə Zavala Rıza. Burada qayda pozulub. Rıza qədərliyə qarşı. Şeydi seyden bilmiyorum. 11'de ne denen ki çok güzel oldu. Genişliği yazdı. Genişliği yazdı. Topkası içeri gitsin. Topkası içeri gitsin. Çok. Say! Say! Götür cezalayıcı. Təhlükəli bir nöqtədən standart vəziyyət çağırma zərbəsi. Məsələn, Ramad adına. Sənağa topun arxasında deyilsən, zərbəni o yerinə yetirəcək. Sənağa İsmailov. İşarə gəldi, zərbə. Alamadı təkrar əmlə. Qız qapısının qucağına. Arzu. Götürmək fana çatmır. Rövşən Eydərov. Özünü çatdırdı, top meydanda saxladı. Kobudlu Ziya qaydanı pozub. Yarışda daha bir rəsmi xəbərdarlıq, daha bir sarı vərəqə. Balarıza. Bir ara ötürməsi yaxşı düşündü. Muratov hərəkətləmişdi. Alamadı İmran Dağdız satır. Əliyev topu qazanmaq istəyir, amma bu qaydalar çərçivəsində baş vermir.
Görüşdə artıq son 15 dəqiqə. Zərbə imkan vermədilər. Əlçə qaydalar çərçivəsində də Rövşən Heydərov topladı. Ballarızı kobudluq etdi. Onun pasifində sarı vərəqə var. Daha ehtiyatda, daha diqqətli olmalıdır. Əcəb uzaqlaşdırdı. Sami! Ne var? Geldi. Oyna baba oyna. Bir aşırtma zərbə. Qapçın suğu ortalayan oyuncu. Rafiq Həsənov idi. Rövşən Heydərov. Allah cəmlələr Səid Muradov 2 rəqibini keçməyi bacardı. Topla özünü çıxmasa saldı. Orada ötürmə versəydi. Tavuklu bir əmrə ilə yada qala bilərdi. Cavidan təzyiq edirdi. Fərəz Fərzəliyev kapitan. Cavidan. Həsən ağa. Vəli. Ələliyev. Rafiq. Ara ötürməsi Ballarıza. Rafiq. Qüvvətli ötürmə Cavidana doğru. Bravo Feri! Nihat. Gəlmən kobudluq. Vərəqət olacaq. Rövşən Heydərovun pasifində sarı vərəqə vardı. İkinci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk edir. Bir dəfə razılıqda davam edəcək. Qalan dəqiqələr ərzində Ramana kollektivi. Görüşdə artıq son 10 dəqiqədə. Bunu da qeyd edeyim. Hesabsa 3-2. Topu çıxarmağı bacardılar. Səid Muradov. Əcəb.
Həsən Ağa. Cavidan. Müdürət ama itirmədi topu. Arzu. Arzu qapı qarşısına başla zərbə tamamlamaq lazımdır. Zərbə dirəyə dəydi. Arzu Abbasov'la yeni bir əmli olacaq. Sağ cihazdan yenidən. Varis komandası Zami. Zami kimi çıkardı sağ? Sayı. Şimdi bakın. Ödürü. Ben de seni. Sen sor. Sık. Hadi bir olsun sık. Ne kenar vəziyyət. Oyuna müdaxilə eləmişsən. Qayda bilirlər. Topa müdaxilə eləmişsən. Rafiq. Sən o bitirmə vana çatmır tələsi. Romana kollektivi tələskən isə özü ilə birgə top etkisiyə gətirən. Həmçinin bir nəfər də hazırlıqda davam edirlər. Hesabda da minimal fərqlə gerirdədirlər. Arzu Abbasov. Seçiyor. Qaraç. Daha bir ötürmə. Seydi Muradov. Vallahi Rıza bir rəqini yola saldı.
Dəqiqələrdə hücumlarını kəsələni bir qədər artırıblar son dəqiqələrdə. Artıq yorulsalar da. Bir nəfər azıqda olsalar da mübarizə aparırlar. Arzu orada rəqibini keçməyə bacardı. Hamza Abbasov. İndi itirdi. Kazandığı kimi də topu itirir və daha sonra isə qaydanı pozur. Rafik. Arzu. Koyma, geç kaldı. Başla zərbə və gol! Baş zərbəsilə topu torlara yolladılar. Bravo! Rafik Həsənov idi bu. Baş zərbəsini indirən orada qapçı çıxışda yanlış oynadı. Topu sata bilmədi. Rafik gözlüyürdü. Topu torlara yolladı. Maça bərabərlik gəldi. Bir nəfər azlıqda olmalarına baxmayaraq. Həsən Ağının qapı qarşısını ötürməsində, məhsuldar ötürməsində Rafik Həsənov. 3-3. Son dəqiqələrdə kartlar yenidən paylanacaq meydanda. Qarşılaşmalar artıq təxmin olaraq 2 dəqiqə yarım müddət qalıb maçın bitməsinə. Səmli olacaq. Fərəc uzaqlaşdırma qəbləsi idi. Bir ötürülməyə də çevirə bilərdi. Səyid Muradov. Kənarı vəziyyət yoxdur. Muradov əmlə davam etməlidir. Muradov topladı. Qapı qarşısına. Səhvə imkan vermədilər. Arzu Abbasov. Fərəc onun qarşısını kəssi. Bu da söküb aldılar. Səyid Muradov. Balarıza Qədirli. Balarıza. Arzu Abbasov. Əli hərəkətlənib Əli. Əli zərbə İmran. Təkrar zərbə. Akrobatik zərbə alınmır. Yetdirə getməyə çox yaxın idi. Düşən bir comebacklə qol olsayla da qala bilərdi. Amma kollektiv məsələ Əliyev bu zərbəni qola çevirsəydi. Bir son xatırladım, artıq son dəqiqə oynanır. Hakim də saatına nəzər yetirir. Hər iki komanda evə bir xalla dönməyə yaxındır. Son həmlələrdir, son cəhdlərdir. Yaxşı çıxdı hücumda. Referi maçı nəsə bitirəcək. Balarızadır. Əli. Dalli!
Öyle, turma, yaxşı düşünmüşdü, alınmadı. Gel gel salma şurada gel. Arzu Abbasov. Hadi gel. Balarıza aratırması ama oyundan kenar vəziyyət. Şöyle hakim itirilmiş vaxtı kompensasiya edir. Artıq çünki vaxt bitib. İkinci sənəsiz vaxt artıq yekunlaşıb. Onda bir qədər dayanma durmalar olmuşdu. Bir nə zaman bitirəcək? Özü tutuyor. Ona bak. Seyid. Daire. Balarıza. Orada nə olması yerdə Balarıza. Seyid Muradov. Muradov. Anne özü. Dört metre orada özü. Fiqəsyanov son qolu müəllifi. Gözlədi. Daha sonra müdaxilə etdi. Çox yerində bir müdaxilə. Balarıza burada bir rəqibini yola saldı. Salma süreci. Geç salma süreci. Muradov. Arzu Abbasov. Arzu. Qapı qarşısına. Sərb endirə bilmədilər. Fərəz Fərzəliyev. Artıq Sən ağa. Onu da qeyd edim ki, görüşlər artıq 94-cü dəqiqə oynanılır. Bildirir ki, bu həmlədən sonra artıq görüşü bitirəcək. Və elə referi görüşü bitirdi. Region Liqasında 6-cı turda Ramana mübarizə oyununda qalib tərəfi müəyyən etmək mümkün olmadı. Komandalı üçüncülük bərabərliyi ilə meydanı tərk edir. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.